Vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Ümid edirəm yaxşısınız. Bizim bugünkü mövzumuz deməli fərqləndirici əlamətlər informatika 2-ci sinifdən dərs 4 olacaq. Gəlin baxın şöyle fərqləndirici əlamətlər deyəndə nəyi nəzərdə tuturuq. Ata deyir, qızım zəhmət olmasa köynəyimi gətir. Ata deyir, qızım zəhmət olmasa sarı rəngli zolaqlı köynəyimi gətir. Uşaqlar, köynəyimi gətir deyəndə burada bir çox köynək var, görürsünüz? Yəni burada bir çox köynək var. Qız istəsə bu köynəyi hamısını bir-bir apara bilər. Çünki ata hansı köynəyi gətirəcəyini demədi, daha düzdür. Amma burada artıq yuxarı hissəyə baxırıq, burada sarı zolaqlı köynəyini gətir deyir. Yəni deməli artıq burada ata bir köynəyin rəngini qıza deyib və qız da artıq ona uyğun köynəyi gətirmişdir. Nə üçün qız birinci dəfə hansı köynəyi ataracağını bilmədi? Çünki atanın bir çox köynəyi vardı və ata hansı köynəyi istədiyini qızına deməmişdi belə. Obyektlər ümumi əlamətlərinə görə eyni adlı qruplara daxil etmək olar. Ancaq qrupun adına görə konkret obyekti müəyyən etmək də biraz çətinlik törədir uşaqlar. Ona görə də əşyanın mütləq fərqləndirici əlamətlərini biz bilməliyik ki, ona uyğunda hərəkət etməyi bacaraq. Sonra açar sözlər var. Obyektin fərqləndirici əlamətləri. Sonra məsələn sonuncu qayığı seçmək üçün bu əlamətləri söyləmək olar. 2 yelkənli göy qayıq. Baxın, məsələn burada bir hissə var. Burada nədir? Bu iki yelkənli nədir? Qırmızı qayıqdır. Ay bir dəqiqə belə eləyək. Bu 2 yelkənli bir yelkənli qırmızı qayıqdır. Bu indi qırmızı rəngi yox, göy rəng eləyim. Bu bir yelkənli göy qayıqdır. Bu da 2 yelkənli göy qayıqdır. Deməli bizdən deyir 2 yelkənli göy qayıq. Bu ox işarəsi qoyulan, sarı ox işarəsi qoyulan gəmi, qayıq bizə o axtarılan cavabı vermiş olur. Sonra gəlin tapşırıqlara nəzər salaq. Şəkillərdə fərqləri tapın. Gəlin görək fərqləri nədir? 2 dənə qardan düzəldilmiş şaxta baba deyirlər. Qardan adam deyək. Verilir uşaqlar. Fikir verirsinizsə. Gəlin görək fərqləndirici cəhətləri nədir? Papaqları fərqli rəngdədir. Düymələri fərqli rəngdədir. Ağızları biri gülür, biri məyus vəziyyətdədir. Boğazlarına keçirilən bu hissə şal deyək, şərf deyək, fərqli rəngdədir. Və süpürgələrinin bantları fərqli rəngdədir. Minimum 5 dənə fərqli cəhətlərini söyləmiş olduq. Keçid alaq növbətisinə. Hər obyektin bir neçə fərqli əlamətini söyləyin. Gəlin söyləyək. Açıq yaşıl bantikli, çəhrayı paltarlı, sonra sarı saçlı qız. Aha. Göy donlu, narıncı ayaqqabılı qız. Sonra açıq çəhrayı rəngli şlyapalı, narıncı saçlı, yaşıl donlu qız. Belə bir neçə fərqli əlamətlərini söyləmiş olduq. Hər bir obyekti o birindən fərqləndirən bir əlaməti söyləyin. Məsələn, bu zolaqlıdır. Bu qarışıq rənglidir. Bu ortası zolaqlıdır. Və bu məsələn qırmızı boğazlıdır. Yəni bunun boğazı məsələn sarıdır, bunun boğazı qırmızıdır. Belə. Hər sətirdə artıq olan sözü tapın. İyun, dekabr, iyul, avqust. İyun, iyul, avqust nədir? Yay aylarıdır.
amma dekabr qış ayıdır. Dekabr qış ayıdır amma. Ağdam, Araz, Naxçıvan, Quba, Şəki. Quba, Şəki, Naxçıvan, Ağdam rayondur, Araz çay adıdır. Qartal, kəpənək, təyyarə, dəvəquşu. Qartal, kəpənək, təyyarə uça bilir, amma dəvəquşu uça bilmir. Belə. Sonuncu sual. Bu əlamətlərə görə obyekti tapın. Ağacda bitir, bənövşəyi rəngdədir. Ağacda bitirsə, bu pomidor deyil. Bənövşəyi rəngdə olan da bir dənə budur. Bağışlayın uşaqlar. Axıra qədər görmədim. Bizdə deyir ağacda bitir. Bu badımcan ağacda mı bitir? Yox. Pomidor ağacda mı bitir? Yox. Bu balqabaqdır. Balqabaq da ağacda bitirmir? Yox. Geri qaldı armud, alma və göyəli. Əlbəttə ki, cavab göyəli olacaq. Yəni sonuncu. Belə uşaqlar, bu günlük bu qədər. Ümid edirəm bəyənmiş olarsınız. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşərik. Hələlik.